Deyir bir kasıb adam varlı tüccarın yanında uzun müddət işləyir. Tüccar buna deyir ki, altın istəyirsən, yoxsa məsləhət istəyirsən? Kasıb adam deyir ki, məsləhət istəyirəm. Məsləhətini seçir. Tüccar buna deyir ki, birinci məsləhət, tanımadığın yolla getməyirəm. İkinci məsləhətim, öfkəlikən qərar verməyə tələsmə. Kişi bir gün evinə qayıdarkən yolu soruşur. Birisi deyir ki, bu yolla getsin, qısa yoldur. Evinə tez çatarsan. Birdən tüccarın bu məsləhəti bunun yadına düşür ki, tanımadığın yolla heç vaxtı getməyinə və öz bildiyi yolla gedir. Səhəri günü öyrənir ki, həmin yolla gedən adamları oğurlar tərəfindən soyulub öldürülüblər. Gecə gəlib evinə yaxınlaşarkən pəncərədən görür ki, evdə bir cavan oğlan var. Əsəbləşər, tez bıçağın çıxardar ki, bəs indi bu qadının yanında başqa adam var. Birdən tüccarın ikinci məsləhəti bunun yadına düşər ki, öfkəlikən qərar verməyə tələsməyinə. Bununla bıçağı cibinə qoyar, gələr qapını döyər. Bunun yoldaşı sevinə-sevinə gəlib qapını açıb bunun boynuna sarılar. Deyər ki, mən çoxdandır görmədiyim oğlumu tapmışam. İndi qardaşlar, kim ki tanımadığı yolla getməsə və öfkəlikən qərar verməyə tələsməsə, o adamın işləri avam dolar. Diqqətinizə görə sağ olun.